إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا ما بعد فأوصيكم بتقوى الله فإنها وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Buraya Rəbbimizin həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhl-i kitabı tövsiyə etdiyimiz kimi sizə də Allah'tan qorxmağı tövsiyə edirik. Və devam edirik. Ələməs-Sünnəl Mənşur adlı Risalənin tədrisinə Hafiz İmam Əl-Həkəminin rahiməhullahın əsəridir. Əhl-i Sünnənin etiqadi əsaslarını özündə cəm edib və necə bilirsiniz, sual-cavab üslubunda tərtib olunub. Və keçən dərs növbəti sualda qaldıq, hansı ki qədərə imanla bağlıdır. Müəllif sual vermişdi, qədər neçə mərtəbədir? Hansı ki bu mərtəbələr əslində qədərin özüdür. Və cavabında demişdi ki, qədər 4 mərtəbədir. Birincisi, nə idi birincisi? Birinci mərtəbəsi elmdir. İkinci mərtəbəsi yazmasıdır. Üçüncü mərtəbəsi Allahın istəyidir. Dördüncü də xəlq etməsidir. İkisinə toxunduq keçən dərs biraz təfsilatlı şəkildə. Ayrıca hər birinə daha geniş toxunacaq. Sadəcə qısaca müəllifin gətirdiyi bu mərtəbələrdən üçüncü mərtəbə hansı ki müəllif qeyd edir. Nə deyir? Deyir ki, üçüncü mərtəbə əl-imanu bi məşiyyətillahin nafidə və qudratihi şamilə. Allahın keçici istəyinə və şamil qüdrətinə iman. Fikir versək, əqidə haqda olan kitabların çoxsuna görərik ki, bu mövzuda telefonu söndür zəhmət olmaz. Əqidə haqda olan kitabların əksəriyyətində alimlər toxunanda bu mövzuya yalnız Allahın istəyini vurğulayırlar. Yəni, deyirlər ki, üçüncü mərtəbə məşiyyə, Allahın istəyi. Lakin fikir versək, müəllif bunda dayanmayıb. Müəllif iki şeyi vurğulayıb, Allahın istəyi və Allahın qüdrətini. Necə ki, ondan qabaq Şeyxülislam ibn Teymiyyə rahiməhullah Əqidətül Vasiyyədə vurğulayanda bu mərtəbəni iki şeyi vurğulayır. Allahın istəyi və qüdrəti. Allahın istəyi hansı ki həyata keçir və şamil qüdrəti. Yəni, hər şeyi əhatə edən şamil qüdrəti. Bu da nədən irəli gəlir? Bu alimlərin bu elmdə sabit qədəm olmasından, mükəmməl olmasından. Ne üçün? Çünki diqqət çəkirlər ki, bu hər ikisi arasında əlaqə var. Allahın istəyi ilə qüdrəti haqqında arasında bağlılıq var bir tərəfdən və ayrıdırlar bir tərəfdən. İstək və qüdrət hər ikisi sifətdir. Allah Taala'nın sifətlərindən bir sifətdir. Allah Taala istəyir və qadirdir. Və nəyi istəyir Allah Taala? Öz hikmətinin və səxavətinin gərəkdiyi nə istəyir? O olur. Və Allah Taala'nın istəyidir, səbəbdir ki, nə olursa həqiqətdə onun istəyi ilə olsun. Həqiqətdə olan nə varsa və olmağını nə vacib edirsə, Allah Taala'nın istəyi iləndir. Allah Taala istəsə olur və istəyəndən sonra olmağı da labüddür və nə istəyirsə mütləq olacaq və olmalı da. Ona görə deyəndə ki, Məşəallahu kən, Allah nə istəyirsə olur, kənə burada tamdır. Yəni, nə istəyir Allah Taala hasıl olacaq və nəyi istəmir, olmayacaq. Elə isə əşyaların mövcud olma səbəbi nədir? Allahın istəyidir. Eləcə də qüdrəti.
Allah Taala'nın sifətindəndir. Allah Taala qadirdir. O görə deyəndə ki, Allah Taala hər şeyə qadirdir, yəni qüdrəti hər şeyi şamil edir. Hər şey onun qüdrətindən mövcud olur. Ona görə Allah Taala hər şeyə qadirdir kəlməsində şey deyəndə, yəni nə varsa, nə mövcuddursa və nə mümkündür mövcud olması Allah Taala'nın qüdrəti ilə bağlıdır. O şey ki, hansı ki, yəni şey deyəndə, o şey ki mövcuddur və mövcudluğu mümkündür, Allah Taala'nın qüdrəti ilə bağlıdır. Ona görə də qalır bircə nə? Baxmaq istəklə, yəni Allah Taala'nın istəyi ilə qüdrəti arasında nə əlaqə var? Niyə müəllif zikr edib onu? Və təfsilat var bu məsələdə. Çünki əşya dedikdə, əşyalar iki qismə bölünür. Nə var və nə olacaq və digəri olmayan və olmağı mümkün olmayan. Deməli, nə var, nə olacaq əşyalardır. Və ikincisi də, nə yoxdur və olmağı mümkün deyil. Amma birincisində hər iki sifət bir-biri ilə üst-üstə düşür. Ona görə deyilir ki, onlar bir-biri ilə bağlıdır. Nə var və nə olacaq, hər ikisində Allahın bu iki sifəti cəm olub. Allah Teala istəyib və qadirdir ona, ona görə mövcuddur. Hər ikisi birləşib. Allah Teala'nın qüdrəti, hansı ki, hər şeyə qadirdir, həmçinin Allah Teala'nın istəyi, hansı ki, öz hikməti ilə istəyib onu və o da mövcuddur. Dəlil nədir ki, Allah Teala istəyib mövcud olmağı, o şeyin mövcud olmağı özü dəlildir ki, Allah Teala istəyib. Və Allah Teala istəyibsə, o qətiyyən olacaq. Və heç kim Allahın istəyini dəf edə bilməz. Ona görə Allah Teala'nın qövni istəyi, kainatda heç nə yoxdur onu dəf etsin. Heç kim Allah Teala istədiyi bir şeyi rədd edə bilməz, dəf edə bilməz. Sultan odur, yəni hakim odur, idarə edən odur, mülk sahibi odur. Elə isə nə istəyir Allah Teala olacaq, nə istəyir? Olmayacaq. Ona görə bu iki sifət cəm olub, mövcud olanda, yəni artıq olanda və ya nə olubsa artıq keçmişdə və nə olacaqsa gələcəkdə. Amma nə yoxdur və olmağı da mümkün deyil, onda Allahın qüdrəti təkcə zikr olunur. Yəni Allah Teala qadirdir. O mövcud olmayanın və ya mövcud olmağı mümkün olmayanın mövcud olmasına qadirdir onu xəlq etməyə. Qadirdir onun olmasına, lakin istəyi olmadığı üçün Allah Teala'nın yoxdur. Ona görə də qüdrət ümumidir, daha genişdir nəinki istək. Çünki istək şamildir nəyə? Allah Teala nəyi istəyir olmağına. Amma qüdrəti şamildir olan və olmayan şeylərə. Ona görə gəlib ayələrdə ki, Vallahu alə kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Bu da ümumidir, heç nə xüsusiləşdirilməyib ondan. Ona görə də Allahın qüdrəti daha genişdir. Yəni aydındır məsələlər, qaçışdırmayın. Amma istəyi hansı ki yoxdur və hasil olmayıb, Allah Teala istəmədiyi üçün, bu da Allahın hikmətinin gərəkdirdiyidir. Ona görə əşyalar var ki, hansı ki yoxdur və olmayacaq. Çünki Allah Teala istəməyib. Bunlar hamısı nədir? Allah Teala'nın istəyi ilə bağlı olduğu üçündür. Allahın istəyinin hasil olmaması üçün, olmamasındandır. Yəni Allah Teala istəməyib olsun. Lakin qadirdir ona. Ona görə qüdrət genişdir, nəinki istəyi. Amma digər nöqtədən baxsaq, hər ikisi qüdrət də, istək də yenə üst-üstə düşür. Nə cəhətdən baxsaq, icazəlidirmi olsun cəhətindən. Yəni, hər biri bir-biri ilə bağlıdır. Qüdrət bağlıdır istəyinə, eləcə də istəyi bağlıdır qüdrətlə bir şeyin olmasının icazəli olmasında. Bir şeyin icazəli olmasında qüdrət də, istək də bir-biri ilə bağlıdır.
Yəni, ola bilər ki, Allah Teala bir şey istəsin və icazəlidir istəməyi və qadirdir onu yerinə yetirmək. Eləcə də Allah Teala bir şeyə qadirdirsə və istəsə, o olacaq. O icazəlidir. Ona görə xülasə olaraq müəllifin gətirdiyindən bu nəticəyə gəlirik ki, nəyi ki Allah Teala istəməyib olmasını, baxmayaraq qadirdir onun olmasının üçün, bu onun acizliyindən irəli gəlmir. Yəni, əgər nəsə olmayıbsa, o deməkdir ki, Allah Teala istəməyib. O demək deyil ki, Allah Teala qadir deyil ona, yox. Şək yoxdur ki, bunda ki, Allah Teala qadirdir ona. Sadəcə istəməyib. Bu da əhl-i sünnənin etiqadıdır. Necə ki, bəzi bidət əhlinin etiqadına müxalif olaraq hansılar ki, iddia edirlər ki, əgər bir şey yoxdursa, o deməkdir ki, Allah Teala qadir olmayıb ona. Allah Teala pakdır bu nöqsandan. Hansı ki, ona nisbət edirlər. Əgər olmayıbsa, o demək deyil Allah Teala qadir deyil. Əksinə, istəməyib deyə olmayıb. Ona görə deyir ki, Rəbbimiz وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ. Göydə, yerdə heç nə Allaha aciz edə bilməz. Ona görə düşünsək bəzi ayələri, görərik ki, Allah Teala istəməsə də, lakin qadirdir hər şeyə. وَلَوْ شَاءَ اللّٰهُ لَجَمَعَهُمْ عَلَى الْهُدَى. Allah istəsəydi, onların hamısını hidayət üzərində cəm edərdi. Lakin insanların hamısı hidayət üzərindədir. Yox. Niyə? Çünki Allah Teala istəməyib onların hamısının hidayət üzərində olmağına. Lakin qadirdir. Onlar hamısı hidayət üzərində olsun, bəli, qadirdir. Ona görə ayənin davamının cavabıdır. لَجَمَعَهُمْ عَلَى الْهُدَى. Onları hidayət üzərinə cəm edərdi. Deməli, qadirdir. İstəsəydi, edəcəkdir. İstəməyib deyə, ona görə onlar hamısı hidayət üzərində deyil. Və bu haqda dəlillərə baxsa, görər ki, dəlillər saysız, hesabsızdır. وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَنْ فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا. Əgər Allah istəsəydi, yer üzərində kim var idisə, hamısı iman edərdi. Bu baş verib, yoxsa baş verəcək? Xeyr, baş verməyəcək. Heç də yer üzərində olanların hamısı iman etməyəcək. Niyə? Çünki Allah Teala istəməyib. Və əgər Allah Teala istəməyibsə, deməli hikməti bunu istəyir, bunu gərəkdirir. Ona görə də hər bir əşya hansı ki mövcuddur və ya mövcud olacaq, hamısı Allah Teala'nın istəyi ilə bağlıdır və nəyi hikməti gərəkdirməyibsə, istəməyib Rəbbimiz, o da olmayacaq. Və sonra deyir ki, Əl-Mərtəbətur Rabiə. 4-cü mərtəbə, Əl-İmanu bi-ənə Allaha Teala xaliqu kulli şey. İman etmək ki, Allah Teala hər şeyi xəlq edib. Və ənəhu mə min zərrətin fis-səməvati və lə fil-ərd. Yerdə, göydə nə bir zərrə varsa, və lə fīmə beynəhu, nə də onlar arasında, yəni nəsə bir zərrə varsa, illə Vallahu xaliquha. Allah Teala xəlq edib onu. Və xaliqu harakətəhə və səkanətəhə subhanə. Onların hərəkətini də və sükunətini də, yəni sakitliyini də xəlq edib. Lə xaliqə qeyru və lə rabbəsi. Ondan başqa xaliq yoxdur, ondan başqa Rəbb yoxdur. Bu 4-cü mərtəbə dəlalət edir ki, Allah Teala hər şeyi xəlq edib. Allahu xaliqu kulli şey. Allah hər şeyi xəlq edib. Və deyib ki, və xaləqə kullə şey. O hər şeyi xəlq edib. Elə isə mövcud olan nə varsa, ya xaliqdir, ya məxluq. Üçüncü var, yox. Ehtimal var üçüncünün olmağına, xeyr. Allah Teala'dır, təkdir, o xaliqdir. Ondan savayı nə varsa məxluqdur. Hər şey Allahdan savayı nə varsa məxluqdur. Ona görə kulli şey kəlməsi, hər şey kəlməsi şamil edir zatları
və həmçinin sifətləri şamil edir, əhatə edir əməlləri, yəni feilləri, hərəkətləri, hətta sakit sükunətləri, yəni insanın və ya məxluqun sakit dayanmasına. Elə isə hər şey daxildir nəyə? Allah Taala'nın məxluqu olmağa. Yəni Allah Taala hər şeyi xəlq edib. Hər bir şeyi. İnsan da daxil olmaqla. İnsan da məxluqdur. Vəsifləri, sifətləri məxluqdur. Əməlləri, feilləri məxluqdur. Nə üçün? Çünki Allah Taala deyir ki, Allahu xaliqu kulli şey. Allah hər şeyi xəlq edib. Ona görə bunda işarə var. Mühüm bir məsələyə inşallah təfsilatlı şəkildə toxunacaq ona. Məxluqun, yəni bəndələrin əməllərinin xəlq olunması məsələsi, hansı ki, böyük bir məsələlərdəndir. Hansında ki, böyük ixtilaf olub əhl-i sünnə ilə zəlalət, bidət əhli arasında, haqq əhli ilə batil arasında. İnşallah gələcək dərsdə təfsilatlı şəkildə ona toxunacaq. Allah Teala bizi eşidib faydalardan etsin. Aqulu ma tesma'un və estağfirullah li və lakum və li sairil muslimin min kulli zəm fəstəğfiruhu innehu huvel gafurur rahim.